Salam, Amerika İcmalı proqramında xoş gördük. Vaşinqtonda Amerikanın səsinin televiziya studiyasında Dilşad Əliyarlıdır. Bugün Amerika İcmalı proqramının əsas mövzularına nəzər salaq. Federal Təhqiqatlar Bürosunun rəhbəri James Comey Konqresin Kəşfiyyat Komitəsi qarşısında ifadə verib. Comey Trumpın dinləməyə dair iddialarını rədd edib. I cannot say more about what we are doing. ABŞ və Britaniya bəzi təyyarələrdə elektron cihazlardan istifadəyə qadağa qoyub. To deter and to defend Lithuania. NATO Baltikyanı ölkələrə əlavə qüvvələr göndərib. Rusiya bunu hədələyici addım adlandırır. Plastik Okean sənədli filmi okean sularının çirklənməsi probleminə diqqət çəkir. Bir qədər sonra isə demokratiya fəalı Orduxan Temirxanla onun ABŞ-a səfəri haqqında danışacağıq. Bugünkü proqramın qonağı isə Azərbaycan Milli Dirəniş Hərəkatının sözçüsü Babək Çələbiyanlıdır. Demokratiya fəalı Orduxan Teymurxan bu günlər Amerika Birləşmiş Ştatlarına səfər edir. Hazırda o, Florida ştatından Skype vasitəsilə proqrama qoşulur. Səfərinizin əsas məqsədi nədən ibarətdir? Floridaya səfərimin əsas məqsədi çoxdan planlaşdırılmış məqsədidir bu. Amma bu son Azərbaycanda baş verən hadisələrlə bağlı, əsasən də mənim ailəmlə bağlı olan hadisələrlə çox insanlarla görüşdük, məxfi görüşlər oldu. Əsasən Azərbaycanlı fəallarla, Azərbaycanlı gənclərlə və Azərbaycanda baş verən hadisələrə laqeyd qalmayan insanlarla görüş keçirmişdik. Və bir görüşümüz də Boston şəhərində olmuşdur. Azərbaycanlılarla görüşdük və onun canlı yayında xalqımıza çatdırdıq. Orduxan bəy, sizin ailə üzvlərinizin hazırki durumu necədir? Bu haqda nə söyləyə bilərsiniz? Ailə üzvlərimin son terrordan sonra durumu yaxşı deyil. Yəni ki, mənəvi şəkildə insanlar çox əziyyət çəkirlər və bildiyiniz kimi Sırağay gündə mənim böyük qardaşım Xanlar Bəbirov və bacım oğlu Səbuhi Zeynalov 30 gün, 30 sutka həbs cəzası kəsilmişdir. Polisə müqavimət saxta, yəni günahlandırmayla tutulmuşdu və bildiyiniz kimi yəni bu işlər ailəmin başına gəldiyinə görə ailəm yəni çox da yaxşı deyil. Həqiqətini deyim ki, mən ailəmlə çox əlaqədə deyiləm. Heç son 7-8 ildə mən ailəmlə 5 dəfə telefonla danışmamışam. Siz Avropada digər demokratiya fəalları ilə birlikdə fəaliyyət göstərirsiniz. Avropadakı fəalların işinin əsas istiqaməti nədən ibarətdir? Avropada doğrudan da fəallar daha çoxdur Amerikaya baxdıqda. Bizim əsas məqsədimiz Avropadakı demokratik qurumların diqqətini cəlb etmək ki, Azərbaycanda bir diktatura rejimi var, avtoritar rejim var. Bunu sübut etməyə çalışdırırıq, mitinglər keçiririk, hər hansı bir kongreslərə, hər hansı bir Azərbaycanla bağlı kongresə qoşuluruq. Və məqsədimiz ancaq və ancaq Azərbaycan xalqına çatdırmaqdır ki, qorxmadan bu rejimə qarşı mübarizə aparmaq lazımdır. Və bir sualda Orduxan bəy, demokratiya fəallarının işinin koordinasiyası hansı səviyyədədir? Koordinasiya səviyyəsi dedikdə Avropada fəaliyyət göstərən qurumlar çoxdur. Əfsuslar olsun ki, bir-birindən pərakəndə şəkildə bu işləri görürlər. Amma bizim fəaliyyətimiz ondan ibarət, koordinasiyamız ondan ibarətdir ki, əsas Avropadakı qurumlara informasiyaları çatdırmaq. Yəni, bir yerə toplaşmaq çətin olsa da çalışırıq ki, bərabər olub bu işləri yürüdək. Çox sağ olun Orduxan bəy, təşəkkür edirəm müsahibəyə görə. Çox sağ olun. Prezident Trumpın sabiq prezident Barack Obamanın 2016-cı il seçki kampaniyası dövrü onun danışıqlarının dinlənilməsinə göstəriş verdiyi haqda mübahisəli iddiaları Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsində gündəmə gətirilib. Federal Təhqiqatlar Bürosunun direktoru James Comey ABŞ dövlət başçısının iddialarını rədd edərək Rusiyanın seçkilərə müdaxiləsinə dair araşdırmalardan danışıb. Açıq və aydın. FBI əks kəşfiyyat missiyasının bir hissəsi kimi Rusiya hökumətinin seçkilərə müdaxiləsini araşdırır. FBI-nin direktoru James Comey prezident Trumpla Rusiya arasında mümkün əlaqələrin araşdırıldığını qeyd edib. Burada cinayətə yol verildiyi də diqqət mərkəzindədir.
Bu istintaqın məxfi tərəfləri olduğu üçün görülən işlər barədə məlumat verə bilmərəm. and is classified. I cannot say more about what we are doing. İstintaqın bəzi detallarına aydınlıq gətirən Comey, prezidentin Twitter hesabında yazdığı gizli izlənilmə iddialarının heç bir əsası olmadığını deyib. I have no Tweetləri təsdiq edəcək heç bir məlumata malik deyiləm. Kəşfiyyat bürosunu ciddi şəkildə yoxlamışıq. Komitənin demokratları məhz bu faktı qeyd edirdilər. Prezident Obama tək başına izlənən No barədə president göstəriş verə bilməzdi. Bunu heç bir prezident edə bilməz. Lakin kəşfiyyat məsələsindən respublikaçılar əl çəkmək istəməyib. Prezident Trump və onun ətrafındakıların izlənməsi mümkün ola bilərdi. President Trump and his associates. Aylardan sonra məlumatların sızdırıldığı üzə Crimes çıxıb. have been committed by people in the government. Məlumat sızdırılması ilə hökumət üzvləri cinayətə yol verib. Məncə prezidentin izlənmə ilə bağlı iddiaları bunları örtbas edib. Prezidentin Twitter'da yazdığına görə sızdırılma günün aktual problemidir. Dinləmələrdə isə respublikaçılar xarici müdaxilə deyil, daha çox medianın məxfi məlumatları necə ələ keçirməsindən danışıb. Müxbir telefon söhbətlərinin dinlədildiyini hardan bilə bilərdi? Federal Kəşfiyyat Bürosunun oktyabr ayından apardığı istintaq, respublikaçılarla növbəti addımın Ağ Evdən asılı olduğunu deyən demokratlar arasında dərin uçurum olduğunu üzə çıxarıb. Ümid edirəm ki, prezident təkcə ləşə yaxdığı Obamadan deyil, əsassız səmtə yönəltdiyi Amerika xalqından üzr istəyəcək. Kəşfiyyat Komitəsinin ikinci dinləmələrində dəlillərin axtarışı davam etdiriləcək. Britaniya, Yaxın Şərq və Şimali Afrikanın bir neçə ölkəsi və Türkiyədən uçan təyyarələrdə sərnişinlərin notebook, tablet, kamera və digər elektron cihazlar daşımasına qadağa qoyan Birləşmiş Ştatlara qoşulub. Bundan sonra smartfondan böyük cihazlar yoxlanışdan keçəcək. Hazırda hava yolları ilə səyahətə çıxanların çoxu özlərini elektron cihazsız təsəvvür edə bilmir. İnsanlar planşet və laptoplardan müxtəlif səbəblərə görə istifadə edir. Biri iş ilə bağlı, digəri gündəlik həyatla bağlı. Buna icazə verilməsə, onlar nə edəcək? Lakin terrorçu qruplar elektron cihazlardan partlayış üçün istifadə edir. Bu yaxınlarda Somalidə təyyarədə olduğu kimi. Trump administrasiyası bu həftə Amerikalılara qarşı terror hücumlarının qarşısının alınması üçün bəzi tədbirlərə əl atdığını bəyan edir. Kəşfiyyat məlumatlarından belə görünür ki, terrorçu qruplar özəl hava yollarını hədəf almaqda davam edir və niyyətlərə nail olmaq üçün yeni metodlara əl atırlar. Britaniya hökuməti də çərşənbə məhdudiyyətlərlə bağlı oxşar qərar qəbul edib. Artıq aeroportlarda ciddi təhlükəsizlik tədbirlərinə məruz qalan səyahətçilərdən bəziləri əlavə tədbirlərin gərəksiz olduğunu deyir. Bu qadın isə deyir ki, belə tədbirlər yardım etməyəcək və terrorçular başqa yollara əl atacaq. Lakin təhlükəsizlik üzrə ekspertlər sərnişinlərin elektron cihazları özləri ilə içəri aparmamasının ehtiyatlı tədbir olduğunu deyirlər. Bu avadanlıqları ayrı qoymaqla biz onu partlada bilən insandan ayrı tutmuş oluruq. Daniel Gerstein Rand korporasiyasının təhlükəsizlik ekspertidir. Onun sözlərinə görə, əgər təyyarəyə sərnişinlə birlikdə elektron cihaz da buraxılırsa, bu potensial terrorçuların təyyarələrə yol açmaları deməkdir. Bu yeni bir norm ola bilər. Ələlxüsus əgər biz sərnişinlərin təhlükəsiz şəkildə əşyalarını təyyarəyə daxil etməsini təmin edə bilən yoxlanış proseduru əldə etsək. Nəticədə isə laptop və digər elektron cihazlardan istifadə edən sərnişinlər üçün Birləşmiş Ştatlar və Britaniyaya bəzi uçuşlar daha uzun və darıxdırıcı olacaq. Prezident Donald Trump ötən həftə diplomatiya və xarici yardımlar sahəsində büdcəyə 28%lik kəsir tətbiq etmək istədiyini elan edib. Buraya BMT və təşkilatın agentliklərinə maliyyə dəstəyinin azaldılması da daxildir. Birləşmiş Millətlər Təşkilatı artıq potensialını gərir. Biz tarixin kritik bir nöqtəsindəyik. Biz BMT-nin yaranmasından bəri yaşanan dünyanın ən böyük humanitar böhranı ilə üzləşirik.
Hazırda 4 ölkədə 20 milyondan çox insan aclıqla üzləşir. Kollektiv və koordinasiya edilmiş qlobal səylər olmadan insanlar aclıqdan öləcək. Birləşmiş Ştatlar BMT-nin ən böyük donorudur. Bu il ABŞ BMT-nin 2,5 milyard dollarlıq büdcəsinə 611 milyon dollar ianə verib. Bundan əlavə hər il Vaşinqton BMT-nin sülh məramlı missiyalarına 2 milyard, BMT-nin uşaq fondu və Ümumdünya Ərzaq proqramı kimi digər proqramlara isə əlavə 100 milyonlarla dollar maliyyə dəstəyi verir. Daha yaxşı dünya kampaniyasından Peter Yeo. Biz BMT-nin xərclərinin 22%-ni ödəyirik. Bu isə o deməkdir ki, digər ölkələr 78% ödəyir. Bu, Amerikalı vergi ödəyiciləri üçün yaxşı sövdələşmədir. BMT rəsmiləri və müşahidəçilər digər ölkələrin ABŞ-ın təşkilatın maliyyə dəstəyini azaltması ilə yaranacaq maddi boşluğu doldura bilməyəcəklərindən narahatdır. Kəskin maliyyə kəsirləri uzun müddətli islahat səylərinin təsirlərinə xələl gətirəcək xüsusi tədbirlərin görülməsinə səbəb ola bilər. Dünya boyu təhlükəyə ən açıq insanların bundan zərər çəkməsindən narahat olub olmadığı ilə bağlı suala cavab verən ABŞ-ın büdcə rəhbəri durumun qaçılmaz olduğunu deyib. Biz BMT və digər müxtəlif xarici yardım proqramlarına maddi yardımı azaldırıq. Bu, seçki kampaniyasını izləyən heç kəs üçün təəccüblü olmamalıdır. Prezident xüsusi olaraq yüzlərlə dəfə xaricdə daha az, ölkə daxilində isə daha çox pul xərcləyəcəyini deyib. Son 10 illiklərdə beynəlxalq inkişaf və humanitar yardım ABŞ xarici siyasətinin əsas hissəsi olub. Peter Yeo isə bunun davam etməli olduğunu deyir. Biz öhdəlik götürməliyik. Biz qlobal lider olaraq qalmalıyıq və bütün dünyada insanların real humanitar ehtiyaclarını qarşılamaq üçün öhdəmizə düşən hər şeyi etməliyik. Yeo Konqresin bunu dərk etdiyinə və güclü, davamlı humanitar yardımı dəstəkləyəcəyini ümid edir. NATO bu ilin əvvəli Baltikyanı ölkələrin təhlükəsizliyini təmin etmək üçün regiona əlavə qüvvələr göndərib. Hərbi alyansa üzv ölkələrlə sərhədə malik olan Rusiya son hadisələri hədələyici adlandırıb. Almaniyanın başçılıq etdiyi NATO döyüş qrupu Litvada Avropanın yüksək vəzifəli şəxsləri önündə hərbi manevrlər nümayiş etdirir. Rusiyanın Krımı ilhaq etməsindən sonra NATO mümkün aqressiyanın qarşısını almaq üçün Baltikyanı ölkələrə və Polşaya qoşunlar göndərmək qərarı verib. Bizlər Norveç, Belçika və Niderlanddanıq. Hər birimiz intensiv təlimlərdən keçmişik. Biz Litvaya edilə biləcək hücumun qarşısını almağa qadirik. Rusiya NATO'nun bu addımını hədələyici adlandırıb. Bu səbəbdən Ruslar sentyabrda qonşu Belarus ərazisində iri miqyaslı təlimlər keçirmək planlaşdırırlar. Biz NATO'nun hava hüdudlarını və sərhədlərini mühafizə edirik. Bu, yalnız Rusiyaya deyil, qaydalara riayət etməyən hər bir ölkəyə şamil olunur. ABŞ prezidenti Donald Trump NATO ölkələrinin müdafiəsinin təmin edilməsi üçün üzvlərdən daha çox pul ödənilməsi tələbi irəli sürmüşdü. Baltikyanı ölkələr etiraz etməsələr də, Trumpın ABŞ-Rusiya münasibətlərində baxışları onlarda narahatlıq doğurur. Biz ümid edirik ki, münasibətlərin dəyişməsi, yeni nüfuz sahələrinin yaranması və mövcud beynəlxalq razılaşmaların pozulmasına səbəb olmayacaq. Litva son hadisələrdən sonra Kaliningrad ilə hasar sərhəd inşa etmək qərarı verib. Əvvəldə dediyim kimi, biz ən pisə hazır olmalıyıq. Təxribatlar da baş verə bilər. Estoniya ilə sərhəddə gömrükçünün qaçılması buna misaldır. Litva və Polşa arasında olan Kaliningrad Rusiya üçün strateji bir ərazidir. Orada Rusların Baltik donanması və ballistik raketləri yerləşir. Sakinlər buna görə ehtiyatlıdırlar. Kaliningrad kiçik bir ərazi olduğundan biz də daxil olmaqla xeyli sakin narahatdır. Buna baxmayaraq, əksinə düşünənlər də var. Kiminsə belə riskə gedəcəyi inandırıcı deyil. Düşünmürəm ki, NATO və ya Avropa Birliyi düşmən əhval-ruhiyyəsindədir. Amma hər ehtimala qarşı Baltikyanı ölkələr NATO'nun Rusiyanın sentyabr təlimlərindən öncə bir tədbir görəcəyini ümid edirlər. Güneyli fəallar bu günlər Azərbaycan Milli Dirəniş Hərəkatının il dönümünü qeyd edir. Təşkilat 2006-cı il martın 19-da yaradılıb. Təşkilatın sözçüsü Babək Çələbiyanlı bugün studiyamızın qonağıdır. Babək bəy, xoş gəlmişsiniz studiyamıza. Azərbaycan Milli Dirəniş Hərəkatının bu günlər 11 ili tamam oldu, yaradılmasının 11 ili tamam oldu və bu günlər Virginiyada və başqa ştatlarda yaşayan güneyli fəallar bunu geniş qeyd etdilər. Bu illər ərzində
fəaliyyət dövrü ərzində hansı məqsədlərə nail olunub? Milli fəallar bu günlər hansı məqsədlərə nail olublar və nələrdən danışırlar? Çox xoş gördük. Təşəkkür edirəm dəvətiniz üçün. Mən də yeni il və Bahar bayramını sizə və hörmətli tamaşaçılarımıza təbrik edirəm. İnşallah yeni ildə hər kəs üçün xoş və uğurlu bir il olsun. Azərbaycan Milli Dirəniş Təşkilatı 2006-cı ilin martın 19-da təşkil tapdı. Demək 11 ildir. Azərbaycan Milli Dirəniş Təşkilatı Azərbaycan Milli Hərəkatının bir siyasi təşkilatıdır və bizim yanımızda da başqa siyasi təşkilatlar da var. Bizim amacımız, yəni Azərbaycan Milli Dirəniş Təşkilatı olaraq Güney Azərbaycan milləti üçün milli müqəddəratı belirləmə haqqı əldə etmək üçün mübarizə edirik illərdir və bu keçən 10 ildə, 11 ildə qabağımıza qoyduğumuz planlar əsasında bir çox gəlişmələr olubdur. Əlbəttə bu razı edici deyil. Biz çalışırıq ki, və bundan daha çox nailiyyətlərə əl tapaq və qısaca baxdığımızda keçən 11 ilə biz ilk başda yaranışında bu təşkilat gizli və yarı gizli öz fəaliyyətini davam etdirdi. 2011-ci ildə bir sıra fəalların, bir sıra məsulların xaricdə üstün açdı və elan etdi ki, o cümlədən birinci sözsüzdür Sayın Davud bəy Turan oldu. İşçilər Komitəsinin məsul Taymaz bəy Urmulu oldu. Mən özüm o zaman İctimai Əlaqələr bölümünün şöbəsinin məsul oldum və daha sonra da başqa dostlar bir artdı. Şükür indi istər xaricdə və istər daxildə Azərbaycan Milli Dirəniş Təşkilatı aktiv şəkildə Azərbaycan millətinin və Güney Azərbaycanın bütün sahələrdə, məsələlərində aktiv şəkildə istər meydanlarda, istər konferanslarda, toplantılarda ciddi şəkildə fəaliyyət edir və bundan sonra da umud edirəm ki, öz millətimizin qarşısında alnımız ağ olacaq. Babək bəy, bu illər ərzində siz Araz News web saytını da yaratmışsınız və burada İran-Azərbaycanda baş verən hadisələrlə bağlı məlumatları bölüşürsünüz. Bunun haqqında bir qədər məlumat vermənizi istərdik. Bilirsiniz ki, indiki əsrdə informasiya çox önəmlidir və bunun üçün Azərbaycan Milli Dirəniş Təşkilatı sadəcə Araz News deyil və başqa web sitələr də var. Əmniyyəti o nədənlərə görə onların adlarını çox çəkmək istəmirəm. Sadəcə əlbəttə Araz News web sitəsi 2010-cu ildə quruldu. Hal-hazırda 3 dildə türkcədə, farsca, ingiliscə və internet TV olaraq işin davam edir. Keçən demək olar ki, 7 ilin içində nisbi şəkildə mən onun fəaliyyətini, yəni uğurlu bir fəaliyyət kimi dəyərləndirmək olar. Babək bəy, bəs İran-Azərbaycanın da bu milli dirəniş hərəkatının ildönümü necə keçirildi və ümumiyyətlə milli fəallar qarşısında bugün hansı risklər var? Azərbaycan Milli Dirəniş Təşkilatının 11-ci ildönümü ilk Ankarada keçirildi. Eyni gündə, yəni Vaşinqtonda da qeyd olundu və bununla bərabər Güney Azərbaycanın 6 dənə şəhərində də qeyd olundu. Onların dediyim kimi, o əmniyyəti nədənlərə görə onların şəkillərini, videolarını biz maalesef yaya bilmədik. Babək bəy, milli fəallar qarşısında bugün İran-Azərbaycanda hansı risklər var? Bilirsiniz ki, İran rejimi bir totaliter və diktator rejimdir. Hər zaman oradakı müxaliflərə qarşı, istər etnik qruplar olsun, istər dini azınlıqlar, fəallar olsun, istər ya hökumətə qarşı o müxalif sözləri söyləyən insanlar olsun, onlara sərt təpki verir ki, və keçən bir 6 ayda baxdığımızda təəssüflə İran rejiminin Azərbaycan Milli Hərəkatına qarşı çox sərt davranır, onlara çox uzun sürəli həbslər verir. Keçən aylarda baxdığımızda yəni 5 dənə Azərbaycan milli fəalına hər birisinə 10, Ərizə bəy Fərşiyə də 15 il və bunların hər birisinə də onun yanında 2 ildə sürgün hökmü veribdir. Və bunu göstərir ki, İran rejimi artıq Azərbaycan milli hərəkatının varlığından ciddi şəkildə rahatsızdır və bu da onu göstərir ki, Azərbaycan milli hərəkatı nə qədər gücləndiyini göstərir. Və Azərbaycan milli hərəkəti gücləndikcə İran rejimi buna qarşı mən inanırım ki, daha çox sərt təpki də verəcək. Çox sağ olun Babək bəy. Təşəkkür edirəm müsahibəyə görə. Çox sağ olun dəvətiniz üçün. Plastik tullantılar okean sularının çirklənməsinə
və sularda yaşayan canlı orqanizmlərə böyük zərər vurur. Hər il okean sularında 8 milyon plastik yığılır. Yeni Plastik Okean sənədli filmində okean sularının çirklənməsi probleminə diqqət çəkilir. Hər il okeanlarda 8 milyon ton plastik yığılır. Bu isə dəniz həyatına ziyan vurur və plastiklər qida zincirinə daxil olur. Plasmas Okean adlı yeni bədii filmdə bu problemə və onun həll yollarına nəzər salınır. Plasmas Okeanlar fondundan Julie Anderson deyir ki, biz problemin sadəcə kiçik bir hissəsini görürük. Tullantıların yarısı okeanın dibinə inir. Plastiklərin bəziləri də dibə inir, üzdə qalanlar isə parçalanır. Kinorejissorlar Atlantik, Hind və bəzilərinin iddia etdiyinə görə plastik adanın yarandığı Sakit Okeandakı dəniz cərəyanlarında tullantılar aşkar ediblər. Biz Sakit Okeanın ortasında plastik bir ada aşkar etmədik. Bizim aşkar etdiyimiz suyu canına hopduran plastik duman idi. Tullantılar qida zincirinə ziyan vurur. Bəzən bu çox aşkar olur, bəzən isə mikroskopik dərəcədə az. Plastik hissəciklər digər çirkləndiricilərlə bir-birinə təsir göstərir. Ağır metallar, dərmanlar, sənaye tullantıları, bunlar maqnit kimidir. Bu toksinlər plastikin üzərinə yapışır və dəniz məhsulları bu plastikləri udanda toksinlər yağ toxumalarının içinə daxil olur. Bu dəniz məhsullarını isə daha sonra dənizdə yaşayan başqa balıqlar və ya insanlar yeyir. Çin, İndoneziya, Filippin, Tayland və Vyetnam ən pis plastik çirkləndiricilərdir. Birləşmiş Ştatlar isə tullantıların çeşidlənməsində lider bir ölkə olsa da, çirkləndiricilər siyahısında 20-ci yerdə gəlir. Çünki çox sayda plastik istehsal və istehlak edir. Livanda yenicə açılmış tullantıların çeşidlənmə mərkəzi kimi dünya boyu bir çox yerdə bu problemi həll etmək üçün bir çox səylər göstərilir. Lakin Anderson deyir ki, insanların edə biləcəyi daha çox şey var. Tək istifadəlik plastik fincanlar, plastik şüşələr, plastik torbalardan istifadəni azaldıb, əvəzində yenidən istifadə oluna biləcək materiallardan istifadə etməliyik. O deyir ki, bizim sağ qalmağımız üçün sağlam okeanlar zəruridir. Bununla da Amerika İcmalı proqramında bugünkü görüşümüz sona çatır. Siz Vaşinqtondan hər həftə efirə çıxan proqramlarımızı, eləcə də dünyaya baxış və showbiz buraxılışlarını Amerikanın Səsinin Facebook və Twitter səhifələrində, habelə Azərbaycan Xidmətinin veb saytında izləyə bilərsiniz. Mən Dilşad Əliyarlı sizinlə xudahafizləşirəm. Sağ olun, gələn görüşədək.